Uca Allah müsəlmanları müəyyən vaxtlarda və müəyyən yerlərdə ibadətlərini daha da çoxaltmağa təşviq etmişdir. Bu günləri mübarək, yəni bərəkətli adlandırmışdır. Bu günlərin sayı az, özləri isə mübarək günlərdir. Hicri təqvimi ilə yeni daxil olduğumuz Zilhiccə ayının ilk 10 günü də məhz bu günlərdəndir. Bu günlər xeyir, bərəkət, səadət və nicat günləridir. Hörmətli izləyicilər, Zilhiccə ayının ilk 10 günündə çalışan müsəlman bunun bəhrəsini dünya və axirətdə görər. Bu günlərdə edilən salih əməllər ilin başqa günlərində edilən əməllərdən Allaha daha xoşdur. Zilhiccə ayının ilk 10 gününün fəziləti və bu günlərdə edilən əməllərin insana gətirdiyi savablar barədə Quran və sünnədə bir çox dəlillər vardır. Uca Allah Quran-ı Kərimdə buyurur: "And olsun dan yerinə, and olsun 10 gecəyə." İbn Abbas və digər Quran təfsirçilərinin dedikləri kimi, bu ayədə Zilhiccənin ilk 10 günü nəzərdə tutulur. İbn Abbasdan rəvayət olunduğuna görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Uca Allah qatında içərisində edilən salih əməlin daha sevimli olduğu bu 10 gündən başqa bir gün yoxdur. Başqa bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Uca Allah yanında içərisində salih əməl işlənən bu 10 gündən savabı daha böyük və onun daha çox xoşuna gələn başqa günlər yoxdur. O halda bu günlərdə daha çoxlu təhlil, təkbir və təhmid gətirin. Yəni, La ilahə illallah, Allahu Akbar, Elhamdülillah deyin.